Bu dəfə bu kartlar mövzusuzdur. Sadəcə açıram bu videonu izləyən kimdir, hansı enerjidədir, ətrafın üçün kimsən, yaradan üçün kimsən, kainat üçün kimsən, nəyi görmürsən özündə, nəyə diqqət etməlisən. Gəl buna baxaq. Bu videonu bu anda qarşısına çıxan insan kimdir? Hazırda hansı enerjidədir o insan? Ətrafındakı insanlar üçün kimsən? Yaradan üçün kimsən? Gəl buna baxaq. Bu videonu izləyən insan hər dəfə duyğularıyla məntiqini, həyatını, hər şeyi ölçüb biçən bir insandır. Yəni belə deyim, heç bir şeyin aşırısına qaçmaq istəmir. Hər zaman hər şeyi beynində, ağlında, fikrində stabilləşdirməyə eləyən insandır. Məsələn, 100 ölçüb bir biçən insandır. Amma bəzən bu 100 ölçüb bir biçmək sənin həyatını ləngidir. Həyatını askıda saxlayırsan. Hər zaman qərar verirsən. Məsələn, sən fikirləşib addım atana qədər, ağıllı deyir fikirləşənə qədər dəli çayı keçdi. Bəli, sən addım atana qədər, o qədər öz həyatında, belə deyim də, askıda almısan hər bir şeyi. Maddi durumunu da, həyatını da askıda alırsan, yəni. Çox düşünməyinin səbəbidir bu. Çox irəli baxmağının səbəbidir bu. Çox qorxularının olduğunun səbəbidir bu. Əslində, hər şeyin istəyirsən yerində olsun. Məsələn, hələ vaxtı deyil, bu vaxt eləyim, bu vaxt eləyim və həyat gedir. Bunu izləyən insan hazırda o enerjidədir. Yəni, odur. Elə bir insandır, yəni. 100 ölçən ancaq bəzən heç bir biçə bilmirsən. O qədər 100 ölçürsən ki, görürsən biçməyin vaxtı keçibdir uje. O belə bir insandır. Biraz özün, öz həyatını, belə deyim də, ümumiyyətlə heç riskləri sevmirsən, amma bəzən lazımdır addım atmaq. Ölçmədən addım atmaq bəzən lazım olur. Bəzi şeylərdə. Bəzi şeylərə çünki düşünməkdə, ölçüb biçməkdə ifrata gətirib çıxardırsan bəzən. Hansı enerjidədir? Enerji olaraq fikirlərin qarışıqdır. Ola bilsin, səhhətinlə əlaqədar hansısa problem yarana bilər. Ola bilsin, duyğusal cəhətdən hazırda hansısa sıxıntı içindəsən, qərarsızlıq içindəsən. Maddi durumunla da biraz hazırda ola bilsin, problem var və ya səhhətinlə əlaqədar nəyəsə pul mu gedir, nəyəsə qarışıq enerjidəsən bu dəqiqə. Okey. Gəl belə baxaq. Amma ümumilikdə, yəni yaxşı insansan, əslində bax. Sadəcə olaraq, yenə deyirəm, çox düşünməkdəndir bu. Çox fikirləşirsən, overthinking çox eləyirsən. Okey, gəl buna baxaq. Ətrafın üçün sən kimsən? Əslində bu sualı belə verməkdə sıxıntı məndədir. Çünki hər kəs üçün hər şey ola bilərsən. Biri üçün dost, biri üçün düşmən. Ona görə də burada çıxdı ki, ətrafın hərə bir cür düşünür. Amma ümumilikdə, yəni ətrafındakı insanlar haqqında nə düşünsələr belə səni güclü biri olaraq görürlər. Güclü, aktiv və ədalətli bir insan olaraq görürlər səni. Yəni, heç vaxt deməzlər ki, o filan kəsə haqsızlıq eləyibdir. Heç vaxt deməzlər ki, məsələn, o filan kəsə qarşı, nə bilim, vicdansızlıq eləyibdir. Yəni, hər zaman vicdanınla anlaşan bir insansan. Yəni, başını axşam yastığa qoyanda rahat qoyursan. Çünki fikirləşirsən ki, hə, mən bugün qəlb qırmadım, mən bugün heç kimə haqsızlıq eləmədim, incinmədim, incitmədim. Yəni, özün haqsızlıq görsən belə başqalarına eləmək istəmirsən. Yəni, ilahi ədalət qanunlarına riayət edən bir insansan. Kainat üçün, yaradan üçün sən kimsən? Yaradan üçün sən bilirsən, əlində çoxlu imkanları, çoxlu bacarıqları olub, amma ətrafı üçün hər şeyi ətrafına eləyən bir insansan. Yəni, özündə olmasa belə, məsələn, özündə sənin 1 manatın var, yaxının, dostun, qardaşın, tanışın səndən pul istəsin, birini də üstünə borc alıb bir qoyub başqasına verən insansan. Yəni, özgələri üçün, yadlar üçün özünü həlak eləyən bir insansan, məhv eləyən bir insansan və nəticədə tənha qalırsan. Özünə lazım olanda isə sadəcə özün öz işığını yandırırsan. Məsələ budur ki, kainatda, yəni özündən ödün verirsən başqalarına və mən sənə bir şey deyim ki, bu özünə haqsızlıqdır və kainat qanunlarında, ilahi qanunlarda insan özünə haqsızlıq eləyəndə də, başqasına haqsızlıq eləyəndə də cəzası eyni olur, yəni. Özünə də haqsızlıq eləyəndə cəzalanırsan. Haqsızlıq ümumiyyətlə etmək olmaz, yəni sənin özündən ödün verib başqaları üçün şam olub, əriyib yanmağın sənin haqsızlıq etməyindir özünə qarşı. Nə olsun ki, başqalarını eləmirsən, amma özünü eləyirsən. Bunu stabilləşdirməlisən. Ona görə də fikir verirsən, ona görə də burada çıxır ki, yəni
Hamını, hər şeyi yaranmaq üçün çalışırsan, amma öz yolunu aça bilmirsən, çünki özünə vaxt qalmır. Belə bir şeydir. Gəl baxaq. Özündə nəyi görmürsən? Özündə nəyi görmürsən? Ətrafında nəyi görmürsən? Özündə nəyi görmürsən? Özündə onu görmürsən ki, bu dəqiqə çarəsiz qalmısan, əslində düşünürsən ki, mənim yolum yoxdur, mən nə edə bilərəm? Amma sənin də çarən var. Çarən əslində gözünün qabağındadır, gözünün qarşısındadır. Sənin çıxış yolun var. Amma o çıxış yola gözünü bağlamısan. Hazırki durumdan çıxış yolun var, o çıxış yoluna gözünü bağlamısan. Çıxış yolun nədir sənin? Hansı durum olur olsun, çıxış yolun nədir? Çıxış yolun artıq insanlar üçün yaxşı, mərhəmətli, yardımsevər biri olmaqdan bir damcı vaz keçib özünə qarşı elə olmalısan, yəni. Çünki ətrafındakı insanlar üçün artıq çox yaxşı insan olmusan da, onlar sənin üçün olublarmı? Bir dənə buna fikir ver. Çıxış yolu budur, özünə yönəlmək, özünə fokuslanmaq. Həyatını düzəltmək üçün nə etməlisən? Gəl buna da baxaq. Nə etməlisən? Həyatını düzənə salmaq üçün nə etməlisən? Bax, insanlar səni manipulyasiya edirlər duyğusal cəhətdən. Bir dənə göz yaşı, bir damcı kiminsə gözündən yaş düşən kimi özünü həlak eləyirsən. Duyğusal cəhətdən biraz qəddarlaşmalısan, biraz sərtləşməlisən və burada bir insan var. Bir ətrafında mı deyim, həyatında mı deyim, səndən enerji çəkən biri var. Duyğusal cəhətdən manipulyasiya edən bir insan var. Burada kişidir, daha çox kişi çıxır. Bunu izləyən qadındırsa kişidir. Bunu izləyən kişidirsə, sənin duyğularınla manipulyasiya edən biri var, yəni. Sırf belə bir şey var. Duyğularınla manipulyasiya edən insanlardan uzaq durmalısan. Yenə də deyirəm, sırf özünə yönəlməlisən. Sırf özünə yönəlməlisən. Ətrafında nəyə diqqət etməlisən? Ətrafında bilirsən nəyə diqqət eləməlisən? İnsanlar özünə bir dənə təmizlik eləsən. Çünki sənin enerjin var, gücün var. Ətrafında ona diqqət eləməlisən ki, insanlar sənə yaxın bildiyin biri varsa, yaxın düşündüyün, yaxından addım atmaq istəyən insan kimdirsə, ondan sənə negativ gəlir, ağırlıq gəlir. Bunu təmizləməlisən. Ətrafını təmizləməlisən, enerjilərdən, magiyalardan təmizləməlisən. Okey, gəl baxaq, bir ay içində həyatında nə dəyişəcək? Ümumiyyətlə, ən böyük dəyişiklik nə olacaq? Əgər bunlara riayət eləsən. Bir ay içində həyatında, iş yolunda dəyişiklik olacaq. İşində yeni bir addım var, yeni bir yol var. Güclənəcəksən, enerjin güclənəcək. İşində vəzifə yüksəlişi var, yol açıqlığı var. Yəni, bunları eləsən, özün həyatında dəyişikliyi görəcəksən. Aldım, qəbul elədim, yaz. Ətraflı baxım üçünsə, profildəki nömrə ilə əlaqə saxla.